Global Media Group korporativ sosial məsuliyyət strategiyası çərçivəsində geri dönüş təmiz dünya ekoloji təşəbbüsünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin batareyaları təhvil ver, təbiəti qoru layihəsinə qoşularaq həyata keçirir. Layihə çərçivəsində Global Media Group-a daxil olan şirkətlərdə istifadə olunmuş bir dəfəlik batareyalar və printer kartricləri könüllü şəkildə toplanaraq müvafiq qaydada təhvil verilib. Global Media Group olaraq biz ətraf mühitin qorunmasını korporativ sosial məsuliyyət siyasətimizin vacib hissəsi hesab edirik. Bu məqsədlə geri dönüş təmiz dünya təşəbbüsü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin batareyaları təhvil ver, təbiəti qoru layihəsinə qoşulmuşuq. Layihə çərçivəsində şirkətlərimizdə istifadə olunmuş batareyaları və printer kartricləri toplayaraq aidiyyəti üzrə təhvil verilib. Məqsədimiz tullantıları ətraf mühitə təsirini azaltma və ekoloji məsuliyyəti təşviq etməkdir. Global Media Group olaraq bu cür ekoloji layihələri gələcəkdə də davam etdirməyə planlaşdırır. Batareyalar bildiğiniz gibi təhlükəli tullantılara aiddir. Düşəndə ətraf mühitə, suya və torpağa da ciddi mənfi təsirlər göstərə bilir. İnsanlar üçün də belə, canlılar üçün də zərərli. Bu təşəbbüs tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasına, təkrar emal proseslərinin təşviqinə və ekoloji məsuliyyətin artırılmasına xidmət eləyir. Təkrar emal üçün cəlb edici olmayan bir sıra tullantının, o cümlədən işlənmiş batareyaların ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsinin qarşısını almaq üçün ictimaiyyətin davamlı olaraq maarifləndirilməsi vacibdir. Əkin mövsümü ilə əlaqədar olaraq tullantıların, eləcə də işlənmiş batareyaların tinglərə dəyişməsi aksiyaları həyata keçirilmişdir. Bu aksiyaların keçirilməsində məqsəd gənclərdə, məktəblilərdə ətraf mühitə dost münasibətin formalaşdırılması olmuşdur. İri ticarət şəbəkələrində, dövlət özəl qurumların ictimai binalarında, banklarda, otellərdə, məktəblərdə, universitetlərdə o 700-dən artıq toplayıcı qutular yerləşdirilmişdir. Bu günədək ekokönüllülər tərəfindən 3750 kiloqram işlənmiş batareya toplanaraq tullantıların idarə etmə mərkəzinə təhvil verilmişdir. Qeyd edək ki, Global Media Group Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə indiyədək bir sıra ekoloji layihələri uğurla həyata keçirib.